Salam Təhsil TV izləyiciləri. Bugün çox maraqlı bir mövzudan danışacağıq. Xaricdə təqaüdlü təhsil proqramı mövzusundan müzakirəmiz olacaq. Bu proqram nədir? Elektron tərəfi necə tənzimlənir? Kimlər yararlana bilər? Bu barədə mövzunu müzakirə etmək üçün studiyamızın qonağını sizə təqdim etmək istəyirəm. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Layihələrin İdarə Olunması və Təhlili Şöbəsinin əməkdaşı Pərvin Qocazadə bugün bizimlədir. Pərvin müəllim, xoş gəlmisiniz. Salam Ataman xanım, dəvətiniz üçün təşəkkür edirəm. Pərvin müəllim, ümumiyyətlə bu prosesin rəqəmsal tərəfinə keçməmişdən əvvəl istəyərdim bir izah kimi giriş verək. Xaricdə təqaüdlü təhsil proqramı nə deməkdir və bu proses necə tənzimlənir? Xaricdə təqaüdlü təhsil dedikdə Dövlət Proqramı 2022-28 və Hökumətlərarası Təqaüd Proqramı nəzərdə tutulur. Dövlət Proqramı 2022-2028 Azərbaycan Respublikasının vətəndaşlarına dünyanın aparıcı təhsil müəssisələrində bakalavr, magistr və doktorantura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Hökumətlərarası Təqaüd Proqramı Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasının tərəfdaş olduğu ölkələrdə təhsil almaq imkanı verir və bu ölkələr Macarıstan, Çin, Rumıniya, Rusiya, Türkiyə və digər ölkələrdir. Ümumilikdə hər iki proqram üzrə müraciət portal.az platforması üzərindən aparılır və vətəndaşlar müraciət etmək üçün ilk öncə portal.az platformasında qeydiyyatdan keçməlidirlər. Daha sonra xaricdə təhsil xidməti üzrə hər iki proqrama münasibətdə müraciət edə bilərlər. Belə başa düşdüm ki, xaricdə təqaüdlü təhsil proqramı iki bölməyə ayrılır. Dövlət proqramı və hökumətlərarası təqaüd proqramı. Qeyd edə bilərsinizmi, bu hər iki proqrama ilin hansı müddətində, yəni hansı vaxt aralığında müraciət etmək mümkündür? Bildirmək istərdim ki, hər iki dövlət proqramı üzrə müraciət tarixlərində fərqliliklər mövcuddur və dövlət proqramı 2022-28 üzrə bakalavr, magistr, doktorantura təhsil səviyyələri üzrə müraciət müddəti eynidir. Hökumətlərarası təqaüd proqramında ölkələrə münasibətdə, yəni tərəfdaş ölkələrə münasibətdə müraciət tarixləri dəyişir. Ümumilikdə tövsiyə olunur ki, vətəndaşlara Elm və Təhsil Nazirliyinin sosial media hesablarını izləsinlər. Proqramlar aktivləşdikdə bu halda Elm və Təhsil Nazirliyinin sosial media hesablarında bununla bağlı məlumat paylaşır. Əlavə olaraq vətəndaşlar portal.az-da xaricdə təhsil xidməti üzrə daxil olub, hazırda aktiv olan xaricdə təqaüdlü təhsil proqramlarını görə bilərlər. Maraqlıdır. Yəni bu hər iki proqrama müraciət etmək eyni ünvandandır. Müraciətçi portalda qeydiyyatdan keçir və şəxsi səhifəsindən bütün xəbərləri izləyə bilir. Qeyd edə bilərsinizmi, bu proqrama müraciət etmək üçün müraciətçi hansı şərtləri ödəməlidir? Yəni, hansı şərtlər altında müraciət etmək mümkün? Ümumilikdə bildirmək istərdim ki, hər iki proqram üzrə müraciət portal.az üzərindən aparılsa da, proqram şərtlərində müxtəlifliklər vardır və bununla bağlı portal.az platforması üzərində şərtlər nəzərə alınmışdır. Vətəndaşlardan sadəcə gözlənildiyi seçimlərinə uyğun şərtlərə əməl etmələrdir. Ümumilikdə proqramlar elan olunduqda bununla bağlı müvafiq proqramın icraçıları tərəfindən elan paylaşılır və tövsiyə olunur ki, elan şərtləri ilə tanış olunsunlar. Əlavə olaraq da qeyd edilən şərtlərin hər biri portal.az üzərində nəzərə alınmışdır. Ümumilikdə vətəndaşlardan proqram müraciət ərzində onların şəxsi məlumatları, təhsil məlumatları, bilik, bacarıqları, təcrübələri, qəbul olmaq istədikləri, yəni təqaüd almaq istədikləri təhsil müəssisəsi üzrə məlumatlar və proqram və təhsil səviyyəsinə uyğun olaraq bəzi spesifik sənədlər tələb olunur və bu sənədlərin və tələb olunan məlumatların hər biri portal.ed.az platforması üzərində nəzərə alınmışdır. Deyək ki, mən tələbəyəm və yaxud müraciətçiyəm. Dövlət proqramına da müraciət etmək istəyirəm, hökumətlərarası təqaüd proqramına da müraciət etmək istəyirəm. Yəni, eyni zaman kəsiyində hər iki proqrama müraciət etmək mümkündürmü? Bu barədə zəhmət olmasa deyərsiniz. Sualınız üçün təşəkkür edirəm. Ümumilikdə bildirmək istərdim, burada bəzi şərtlər mövcuddur. Belə deyək, şəxsin dövlət proqramı üzrə müraciətçisi olması onun hökumətlərarası təqaüd proqramına, həmçinin hökumətlərarası təqaüd proqramı üzrə müraciətçisi olması onun dövlət proqramına müraciətini texniki olaraq məhdudlaşdırmır. Ancaq nəticə olaraq sonda şəxs hər iki təhsil proqramında təqaüdlü təhsil ala bilməz. Bu səbəbdən əgər vətəndaş hər hansı bir təqaüd proqramından qəbul alarsa, bu halda digərindən imtina etməli olacaqdır. Həmçinin bildiyiniz kimi, hökumətlərarası təqaüd proqramında bir neçə proqramlar mövcuddur və il ərzində hər biri üzrə qəbullar həyata keçirir. Hökumətlərarası təqaüd proqramına münasibətdə əgər vətəndaş bir təqaüd proqramına
proqramına, hökumətlərarası təqaüd proqramına müraciət edibsə və onun mərhələsi yekun mərhələ deyilsə, bu halda növbəti hökumətlərarası təqaüd proqramına müraciət edə bilməz. Yox, əgər müraciəti yekun nəticə ilə sonlanıbsa, yəni imtina alıbsa, bu halda digər hökumətlərarası təqaüd proqramına müraciət edə bilər. Ancaq dövlət proqramına münasibətdə vətəndaşlar cari tədris il ərzində yalnız bir dəfə müraciət edə bilərlər. Yəni dövlət proqramına yalnız bir dəfə müraciət mümkündür. Hökumətlərarası təqaüd proqramına vətəndaş imtina aldıqda növbəti dəfə müraciət edə bilər. Cari tədris. Eyni zaman deyək ki, bir müraciətlə bir neçə ölkəyə müraciət mümkün deyil. Yalnız imtina aldığı halda bu da yalnız hökumətlərarası təqaüd proqramına aid. Bəli. Deyək ki, mən tələbəyəm və qeydiyyatdan keçmişəm. Təqaüd proqramı üzrə, dövlət proqramı və yaxud da hökumətlərarası təqaüd proqramı üzrə müraciət göndərirəm portal üzərindən. Sonra nə baş verir? Yəni bu prosesi zəhmət olmasa istəyərdim biraz açıqlayasınız. Qeyd edən proqramlar üzrə böyük ölçüdə proses tam rəqəmsal şəkildə həyata keçirilir. Vətəndaşlar portal.az platforması üzərindən müraciət edirlər və müraciətlərin digər mərhələlərində şəxsi kabinet vasitəsilə izləyə bilərlər. Vətəndaşlar müraciət göndərdikdən sonra müvafiq proqram üzrə kuratorlar tərəfindən onların müraciətləri yoxlanılır. Əgər hər hansı bir çatışmazlıq varsa, bu halda onların məlumatlarının düzəldilməsi üçün vətəndaşa texniki imkan yaradılır sistem üzərindən. Yox, əgər hər hansı bir problem yoxdursa, şəxs növbəti mərhələyə buraxıla bilər, yəni bu müsahibə mərhələsidir və ya vətəndaş ümumiyyətlə proqram üzrə uyğun olmaya bilər və ya bu halda sistem üzərindən vətəndaşa imtina verilir. Həmçinin müsahibə mərhələsi ilə bağlı da vətəndaş şəxsi kabinetindən məlumat əldə edə bilər. Müsahibə onlayn şəkildə olduqda burada vətəndaşa müsahibənin linki, müsahibənin tarixi və digər məlumatlar, müsahibə məlumatları təqdim olunur. Həmçinin müsahibə mərhələsi fiziki formada həyata keçirdikdə bu halda vətəndaşa müsahibənin keçiriləcəyi məkan, tarix, digər müsahibə məlumatları təqdim olunur. Həmçinin digər mərhələlərlə bağlı da vətəndaş şəxsi kabinetindən məlumat əldə edə bilər. Onu da bildirmək istərdim ki, şəxsi kabinetdə progress barı mövcuddur və vətəndaş progress bara əsasən müəyyən edə bilər ki, hal-hazırda prosesin hansı mərhələsindədir, onu hansı mərhələlər gözləyir. Statuslarda hər hansı bir dəyişiklik baş verdikdə progress barda da bu dəyişikliklər öz əksini tapır. Əlavə olaraq onu da bildirmək istərdim ki, vətəndaşın prosesi ilə bağlı, qəbul prosesi ilə bağlı hər hansı bir dəyişiklik baş verdikdə bununla bağlı vətəndaşa əlavə olaraq SMS bildiriş gedir və vətəndaş məlumatlı olur ki, onun portal.az platformasında xaricdə təhsil üzrə müraciətində hər hansı bir dəyişiklik baş vermişdir. Proses ərzində də vətəndaşın hər hansı bir texniki çətinliyi olduqda, sualı olsa və ya hər hansı bir proseslə bağlı belə deyək, çətinlik yaranarsa, portal.azda məktub yaz bölməsindən müvafiq xidmət və proqram üzrə müraciət ünvanlaya bilər. Bununla paralel olaraq vətəndaş qəbul mərkəzlərinə yaxınlaşa bilər, e-mail vasitəsilə müraciət edə bilər və qaynar xətlə əlaqə saxlaya bilər. Yəni belə başa düşdüm ki, vətəndaş üçün mümkün variantlar mövcuddur ki, əgər yəni çətinliklə üzləşsə belə, yəni portal.azdan müraciətini ünvanlaya bilər. Çox maraqlıdır. Təşəkkür edirəm yəni bu qədər ətraflı izah üçün, amma mən istəyərdim bizə qeyd eləyəsiniz, xaricdə təqaüdlü təhsil proqramının yalnız qəbul hissəsi rəqəmsal formada aparılır. Düz başa düşmüşəm, yəni bura qədər. Bununla bağlı əlavə etmək istərdim ki, bizdə yalnız qəbul prosesi rəqəmsallaşdırılmamışdır. Digər istiqamətdə də, yəni xaricdə təqaüdlü təhsillə münasibətdə digər istiqamətdə də rəqəmsallaşma prosesləri həyata keçirilir. Belə ki, artıq dövlət proqramı və hökumətlərarası təqaüd proqramı üzrə məzun olan şəxslərin məlumatları MyGov-a inteqrasiya edilmişdir və qeyd edilən proqramlar üzrə məzun olan şəxslər MyGov platforması vasitəsilə elektron formada arayış əldə edə bilərlər. Əlavə olaraq da digər istiqamətlərdə də rəqəmsallaşma prosesləri həyata keçirilir. Bunlardan biri hökumətlərarası təqaüd proqramı və dövlət proqramı çərçivəsində cari təhsil alanların məlumatların MyGov-a inteqrasiya edilməsi və elektron arayışların verilməsidir. Paralel olaraq bildirmək istərdim ki, hökumətlərarası təqaüd proqramı və dövlət proqramında təhsil alan şəxslər yarımillik və illik hesabatlar verirlər. Bunlar akademik fəaliyyətlə bağlı hesabatlardır. Həmçinin maliyyələşmə prosesi ilə bağlı da müvafiq proqramı həyata keçirən qurumlara müraciət edirlər və bu proseslərin rəqəmsallaşdırılması istiqamətində işlər həyata keçirilir. Bildirmək istərdim ki, akademik hesabatların rəqəmsal formada toplanılması ilə bağlı texniki işlər yekunlaşmışdır və cari tədris ilində qeyd edilən xidmətin istifadəyə verilməsi planlaşdırılır. Həmçinin maliyyə müraciətlərinin elektron sistem üzərindən idarə olunması ilə bağlı da hal-hazırda texniki işlər görülür. Deməli, növbəti mərhələlərdə digər hissələrdə rəqəmsallaşma nəzərdə tutulub.
Əlavə bir qeydiniz varsa, düşünürəm ki, prosesi tam əhatə eləyə bildik. Yəni əlavə qeydiniz varsa, zəhmət olmasa Xeyr, bildirəsiniz. yox. Təşəkkür edirəm. Biz təşəkkür edirik. Çox sağ olun Pərvin müəllim. Dəyərli izləyicilər, bu gün biz xaricdə təqaüdlü təhsil mövzusuna toxunduq. Düşünürük ki, xaricdə təhsil almaq istəyən tələbələr üçün bu fürsəti qaçırmamaqları məsləhətdir. Bizimlə qalın. Rəqəmsal mühitdən xəbərdar olmaq istəyirsinizsə, növbəti verilişlərdə görüşənədək. Sağ olun.